Avropada birləşdirərək özümüzə maşın alırıq. Bölüm 25. Bu bölümdə danışacağım mövzu Avropada ala biləcəyiniz ən ucuz 3 maşındır. Könül istərdi ki, bu 5 olsun, amma uzun bir müddət araşdırdım, baxdım. Yəni 3000-5000 volt aralığında 2005-2010 buraxılış bu 3 maşından başqa alına biləcək ağla yatan elə də bir məntiqli maşın tapmadım. Bunlar nədir? Keçək siyahımıza. Siyahımızın birinci sırasında Kia Rio'dur. İkinci sırasında Volkswagen Polo, üçüncü sırasında isə Mercedes'in A sinifləridir. Yəni dediyim kimi bu 3 maşından başqa mən digər maşın tapmadım. Yəni ona verilən pulun haqqını verən, estetik baxımdan yəni normal görünüşdür və ekonom cəhətdən və digər bir çox səbəbdən başqa maşın tapmadım və düşünürəm ki, bu 3 maşın ona verilən pulun öz haqqını verən keyfiyyətli maşınlardır. Bu bölümdən də bu qədər. Özünüzdən müğayət ən qısa zamanda görüşərik. Hələlik.